Beşbarmaqda qədim kərvansaray aşkarlanıb. Publika az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Mədəni İrsin Qorunması və İnkişafı şöbəsinin müdiri Elşən Mustafayev məlumat verib. Onun sözlərinə görə bu kəşf ölkə üçün elmi baxımdan əhəmiyyətlidir və gələcək tədqiqatlara zəmin yaradır. Ərazidə 2026-cı ildə də qazıntıların davam edəcəyi gözlənilir. Beşbarmaq Arxeoloji Ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun ilk Tunç dövrü arxeologiyası şöbəsinin müdiri Səfər Aşurov isə bildirib ki, Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu sahədə də ilk Tunç dövrü, Kür-Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq edib. Səfər Aşurov uzun axtarışlardan sonra nəhayət orta əsr səyyahlarının haqqında məlumat verdikləri Kərvansarayın yerinin müəyyən edilməsini böyük uğur adlandırıb. İlkin qazıntılarla Kərvansarayın strukturu müəyyən edilib, çoxsaylı maddi mədəniyyət qalıqları tapılıb. Tikilinin plan quruluşunun 17-ci əsr səyyahı Adam Uliarinin təsviri ilə üst-üstə düşməsi, həmçinin numizmatik materiallar, qəlyan ucluqları və məhək daşının əldə edilməsi buranın məhz kərvansaray olduğunu bir daha təsdiq edir. Qeyd edək ki, 22-ci əsrin 20-ci illərində Sovet alimi Yevgeniy Aleksandroviç Paxomov son dəfə bu kərvansarayın qalıqları barədə məlumat verib. Sonrakı tədqiqatlar zamanı isə onun yerini tapa bilməyiblər. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli sərəncamı ilə Beşbarmaq dağı Dövlət Tarix, Mədəniyyət və Təbiət qoruğu yaradılıb. Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə edir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.